Salam dostlar, bugün sizlərlə çox gözəl bir video çəkirik dostlar. Dostlar, bu dəfə əsl Brawl Stars'da Glowbert karakterin, yəni yeni gəlmiş karakteri kasacağıq dostlar. Bundan əvvəlki videoda Glowbert'in Nuz Brawl'da 1000 kupa eləmişdi. Yəni o daha asandır, çünki hər bir maçda 150 kupa verir qalib gələndə, birinci yer olanda. Amma pis bir hissəsi də var ki, ikinci olarkən 130 kupaya qədər çıxa bilir. Yəni maksimum, yəni minimum deyək, 20 kupa xeyrimiz olur. Yəni belə dostlar, yəni əvvəlki videoda Glowbert kasmışdıq. İndi isə əsl Brawl'da Glowbert oynayacağıq. Xəritəmizdəki dostlar, yəni məncə Glowbert'ə yaraşan bir xəritədir, yəni normal bir xəritədir, Lotus adlı xəritədir. Yəni oyunumuza başlayaq dostlar. Yəni bu videonu da yenə dediyim kimi maksimum 12-13 dəqiqəyə uzadacağam. Yəni belə oynayacağam. Yəni arada da səsi bağlaya bilərəm, çünki oyuna daha da kuşlar demiş, odaklanmam lazım ona görə. Bunu rahat aparacağım dostlar, 11 ile apardım da. Deyə bilərsiniz ki dostlar, botlardır falandır. Yəni əslində botlar deyil. Bax bu Timmy əsl oyuncudur, yəni dostlar, onu deyim sizə. Görürsünüz dostlar. Bir dənə dəydi patlam. Görürsünüz dostlar, yəni Glowbert atışmaq falan basır. Ona görə. Şöyle 9-3'ümüz oldu. Yəni normal oyundur, əslində biraz botlar var. Yəni bu qədər gözəl oyun oldu. RP puanlarını da aldıq. 1000 puan, çox əla. Strateji açdıq, heç çıxmadı. 24.100 kupa olacaq, bu maçda qalib gəlsək. Yəni belə dostlar. İzləmədə qalın, kanalda abunə olub like atmağı unutmayın əlbəttə ki dostlar. Yəni Brawl Stars videolar gəlir. Yəni mənim bir kanalımda var. Adını indi altı qoyacağam. Bir dəqiqə ya altdadır, görünür. Yəni ona da abunə olsunuz, yaxşı olar. Çünki orada editlər atıram, PUBG videolar atıram, vuruş videoları falan. Yəni atıram. İzləmədə qalın. Bakın burada bunu tuttum, tuttum. Oyunumuz devam edir. O kişi fight atacaq. Bilirik ki, yəni ikinci rahat Kazi rahat aparacaq. Amma Kazi'nin bir şey var, qaçmasa çox əla olur. Ayda. 10 yıldız gücü deyəsən o seçmişdim. Onun ultisi elə 2885 can aparır, ona görə pis oldu. Yenə gördüyünüz kimi əsl oyuncular var oyunda, Punk falan var, Cody, Furkan falan. Lili gəlir, Liliyə rush gedəcəm. Dostlar çox, yəni əla apardım da, yəni deyim sizə dostlar. Burada öldüm. Tankdakı Furkan gəldi. 10 nəfərin içində mənə. Bu videoda yəni desən indi 209 kupa idi. 250 kupaya qədər kasaq. Yəni sabahda video atacağım. 150 kupa kasarıq, 400 kupa. Yəni belə davam edərik.
bot dostlar. Yəni bilinir ki, bu zəif oyuncudur. Yəni onun bilinirdi vuruşlarını. Amma məncə bu Griff əsl oyuncudur. Gördüyünüz kimi. Yəni bu kod da görünür ki, botdur. Sən məni nə qədər də vursan, sən məni apara bilməzsin. Onu bil. Çox əla bir-birlərini öldürdü. Bəlkə də 3 kupaya kasaq, mənə problem yoxdur. Ödülümüzü də alaq. Burada da kredi verəcəyim Leon'umuza. Dostlar, burada da şərhlərdə yaza bilərsiniz. Ya Leon, ya Crow, ya Ember, ya da Megi. Yəni hansını ürəyiniz istəyir açaq. Mən fikrimcə ya Leon, ya da Ember açmaq fikrindəyəm. Crow'u gələn dəfə açmaq istəyirəm. Another scientific breakthrough! Şimdi dostlar, bir dənə yük alaq. Rush gedəcəm ambiya. Altdadan var deyəsən, gördüm. O da götür də. Məncə dostlar, yəni Global çox əla karakterdir, yəni gəlməyi də Brawl Stars'a çox gözəl oldu. Yəni mən belə bir karakter fikirləşməzdim ki, gələr. Bir dənə də vurum, pis yox, əla. Kazi ilə qaldıq, ayda, qızlıq, dönüb getdi. Gəldi, internet zəifləmişdi. Oyunumuza davam edək. 300 kupaya kasaq. Amma deyim dostlar, məncə sabahki video tester videosu gələcək. Çünki mən indi elə hal-hazırda indi bu oyundan sonra göstərərəm. Hal-hazırda testlerim 918 kupadır. 72 kupa qalıb minləməyimə. Məncə 12 çəkəcəm. Dostlar, bu internet də getdi. Yəni dostlar, internet belə olsa, yəni video dayanacaq məncə.